37-ci hissə. Sürət qatarı və istənməyən skripkaçı. Philippa Foot və Judith Jarvis Thompson. Təsəvvür edin ki, dəmir yolunun kənarındasınız və sürət qatarı şütüyərək yolda işləyən 5 işçiyə yaxınlaşır. Ola bilsin ki, qatarın maşinisti huşunu itirib və kənardan heç bir müdaxilə olmasa vəziyyətdən xəbərsiz olan işçilər həlak olacaqlar. Lakin bu vəziyyətdən bir çıxış yolu mövcuddur. Biraz irəlidə yol ayırıcı qurğu var və o biri yolda yalnız bir işçi işləyir. Yol dəyişmə lingi sizin bircə addımlığınızdadır və siz sürət qatarının yolunu dəyişib onu 5 nəfərdən uzaqlaşdıra, onu bir nəfərin işlədiyi yola yönləndirə bilərsiniz. O, günahsız insanı öldürmək bəyəm xeyirxahlıq sayılardı ki, say baxımından hər şey aydındır. Bir nəfəri öldürməklə siz düz 5 nəfəri xilas etmiş olacaqdınız. Bu isə xoşbəxtliyi qismən artıra bilər. Çox adam üçün ən düzgün yol məhz budur. Real həyatda isə lingi dartıb insanın necə həlak olmasına tamaşa etmək çox çətindir. Lakin heç bir şey etmədən 5 adamın ölümünə tamaşa eləmək bundan daha müşküldür. Bu, İngilis filosofu Philippa Foot tərəfindən irəli sürülən düşüncə eksperimenti idi. Onu düşündürən məqam bu idi. Bir nəfəri qurban verib, 5 nəfəri qatarın təkərləri altından xilas etmək qəbul ediləndirsə, niyə bəzi başqa hallarda çox adamın xilas edilməsi üçün bir nəfərin qurban verilməsi qəbul edilməz sayılır? Sağlam bir adamın hospital palatasına daxil olduğunu təsəvvür edin. Palatada müxtəlif orqanlara ehtiyacı olan 5 nəfər yatır. Dərhal ürək transplantasiyası edilməsə onlardan biri tezliklə öləcək. Digərinə böyrək, o birinə ciyər və s. lazımdır. Sağlam adamı öldürüb onun orqanlar hesabına 5 nəfəri xilas etmək düzgün olardımı? Çətin ki, sağlam bir adamı öldürüb onun daxili orqanlarının köməyi ilə 5 xəstəni xilas etməyin düzgünlüyünü heç kim dəstəkləməz. Lakin yenə də bu, 5 nəfəri xilas etmək uğrunda bir nəfəri qurban verməkdir. Bu vəziyyətlə sürət qatarı misalı arasında nə fərq var ki? Düşüncə eksperimenti bizim bu məsələ ilə bağlı hisslərimizi və ya filosofların dediyi kimi intuisiyamızı üzə çıxarmaq üçün xəyali vəziyyətdir. Filosoflar bunlardan çox yararlanırlar. Düşüncə eksperimentləri ortaya qoyulmuş məsələ haqda bizi daha dərindən düşünməyə vadar edir. Belə bir fəlsəfi sual var. Bəs nə zaman xeyli insanı xilas etmək üçün bir nəfəri qurban vermək qəbul ediləndir? Sürət qatarı ilə bağlı nümunə bizə bu haqda düşünməyə imkan verir. O, əsas məsələləri kölgədə qoyub, bizim bu hərəkətin yanlış və ya doğru olması ilə bağlı nə hiss etdiyimizi göstərir. Bəzi insanlar bu vəziyyətdə yol dəyişmə linginə toxunmamalı olduğumuzu iddia edir. Çünki belədə biz bir növ Allah rolunu oynamış oluruq və kimin sağ qalmalı, kimin isə ölməli olduğuna qərar veririk. Çox adam isə əksinə, lingə toxunmalı olduğumuzu düşünür. Lakin uyğun bir vəziyyət təsəvvür edin. Amerikalı filosof Judith Jarvis Thompson problemin bu versiyasını da düşünmüşdür. Sürət qatarı düz xətt üzrə durmadan 5 bəxtsiz işçiyə doğru irəliləyir. Və siz heç bir şey etməsəniz onlar mütləq həlak olacaqlar. Siz körpüdə dayanmışsınız və yanınızda çox yekəpər bir adam var. Əgər siz onu körpüdən aşağı itələsəniz, o qatarın təkərləri altına düşəcək və qatar işçilərə çatana qədər sürətini azaldıb dayanacaq. Bu yekəpər adamı qatarın altına atacaq qədər qüvvətli olduğunuzu nəzərə alsaq, siz nə etməlisiniz? Çoxları üçün bu daha çətin vəziyyətdir və hər iki halda bir nəfərin ölümü ilə 5 nəfərin xilas edilməsindən söhbət getməsinə baxmayaraq onlar yox deyirlər. Əslində adamı körpüdən itələmək daha çox bir qətlə bənzəyir. Əgər hər iki vəziyyətin nəticəsi eynidirsə, o zaman arada bir fərq qalmır. Əgər birinci nümunədə yol ayırıcı lingi dartmaq düzgün iş hesab edilirdisə, ikinci nümunədə yekəpər adamı körpüdən itələmək də düzgün variant sayılmalıdır. Əcəb qəliz məsələdir. Əgər bu xəyali vəziyyətdə məsələnin çətinliyi yekəpər adamı körpüdən itələməklə, sizin bu işə güc sərf etmənizlə bağlıdırsa, o zaman biz işi asanlaşdıra və o adamı körpünün lap kənarına qoya bilərik. Və qatarın yolunu dəyişmək üçün istifadə etdiyimiz lingə bənzər bir lingi dartmaqla siz yekəpər adamı minimal səylə qatarın altına yıxıb sala bilərsiniz.
Belə də sadəcə lingi dartırsınız. Çox adam bunu yol xəttini dəyişməyə yarayan lingi dartmaqdan fərqli bir şey kimi görür. Nə üçün belə olmalıdır? Qatarın yolunu dəyişməklə yekəpər adamı qatarın altına atmağın fərqli hallar olmasının bir izahı, iki qat effekt qanunu adlandırılan qanundur. Buna əsasən misal üçün özünüzü müdafiə etmək üçün kimisə güclü zərbə ilə vurmaq və onun ölümünə səbəb olmaq o qədər də pis əməl hesab olunmur. Yaxşı niyyətdən doğan pis, yan effekt qəbul edilən ola bilər, lakin qəsdlə xəsarət yetirmək əsla qəbul edilən deyildir. Sizi öldürməyi planlaşdıran bir adamı öncədən zəhərləmək də yaxşı əməl sayılmaz. Birinci halda, siz qəbul edilən bir niyyətə maliksiniz. Sadəcə bədbəxtlikdən bu iş kiminsə ölümü ilə nəticələnir. İkinci halda, sizin niyyətiniz məhz kimisə öldürməkdir ki, bu da yol verilməzdir. Bəziləri üçün bu problemi həll edir, bəziləri isə iki qat effekt prinsipini yanlış hesab edir. Bu vəziyyətlər çox xəyali görünür və onların real həyatla heç bir əlaqəsi yoxdur. Bircə şey aydındır. Onların real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Onlar bizim dəyərlərimizi aydınlaşdırmaq üçün uydurulan xəyali vəziyyətlərdir. Lakin zaman-zaman bizi buna oxşar seçimlər qarşısına qoyan real vəziyyətlər yaşanır. Misal üçün, İkinci Dünya Müharibəsi zamanı nasistlər Londonun bir hissəsini bombalayırdılar. Alman casusu iki qat agent idi və bu səbəbdən bombaların yanlış yerə atıldığını bildirən Britaniyalıların Almanlara yalan informasiya ötürmək şansları yaranmışdı. Bu yanlış informasiya nəticəsində Almanlar öz planlarını dəyişəcəkdilər və Londonun daha az məskunlaşmış ərazilərini bombalayacaqdılar. Başqa sözlə desək, daha az adamın tələf olması ilə nəticələnən informasiya düşmənə ötürüləcəkdir. Bu vəziyyətdə Britaniyalılar Allah rolunda çıxış etməmək qərarına gəlmişdilər. Başqa bir hadisədə isə insanlar hərəkətə gəlmək qərarına gəlmişdilər. 1987-ci ildə Zibrukke fəlakəti zamanı buz kimi suya düşən maşının sərnişinlərindən heç kəs quruya çıxa bilmirdi. Xilas etmə kəndirinə dırmanan bir cavan, qorxu və soyuqdan titrəyərək həmin nərdivana sarılmışdı. O, ən azı 10 dəqiqə bu vəziyyətdə donub qaldığından, başqa heç kəsin sudan çıxmasına imkan verməmişdi. Əgər sərnişinlər vaxtında sudan çıxmasaydılar, ya boğulacaq, ya da soyuqdan donub öləcəkdilər. Gənc adamı nərdivandan salmaq çətin qərar idi. Lakin qatar misalında olduğu kimi, bu çətin şəraitdə də söhbət bir nəfəri qurban verib, daha çox insanı xilas etməkdən gedirdi. Filosoflar hələ də qatar məsələsi ilə bağlı mübahisə edirlər. Onlar Judith Jarvis Thomson'ın təklif etdiyi başqa düşüncə eksperimenti ətrafında da mübahisə aparırlar. Bu dəfə məsələ kontraseptivlərdən istifadə edən, lakin yenə də hamilə qalan qadının ana olmağa mənəvi haqqı çatıb-çatmaması ilə bağlı idi. O, əxlaqi cəhətdən o qədər də pis hərəkət sayılmayan abortu seçə bilərdi. Belə vəziyyətdə uşaq doğmaq bəlkə də xeyirxahlıq sayıla bilərdi. Lakin mütləq bir öhdəçilik də deyildi. Ənənəvi olaraq məsələyə dölün mövqeyindən yanaşılır. Thomson'un argumentini fərqli edən cəhət məsələyə qadının mövqeyindən baxması idi. Belə bir nümunəyə baxaq. Böyrək problemi olan bir skripkaçı var. Onun yeganə şansı nadir qan qrupuna malik insanın böyrəklərinə qoşulmaqdır. Siz də eyni qan qrupuna maliksiniz. Və bir gün səhər yuxudan oyananda yatdığınız zaman həkimlərin onu sizin böyrəklərinizə qoşduqlarına şahid olursunuz. Thomson'un iddiasına görə belə vəziyyətdə onun dərhal öləcəyini bilsəniz belə, sizin onun böyrəyinizdən ayrılmasını tələb edə bilərsiniz. Çünki böyrəklərinizdən onunla birgə istifadə etmək sizin borcunuz deyil. Eyni məntiqlə kontraseptivlərdən istifadə etməsinə baxmayaraq yenə hamilə qalan qadın da o dölü daşımaq məcburiyyətində deyil. Dölün onun bədənində formalaşması faktı, dölə qadının bədənindən istifadə etmək hüququ vermir. Dölün də vəziyyəti skripkaçının vəziyyəti kimidir. Thomson bu nümunəni gətirməzdən öncə bir çoxları əsas məsələnin döl insan sayıla bilərmi sualından qaynaqlandığını düşünürdü. Onlar əmin idilər ki, əgər döl insan sayılarsa, belə də onun abort edilməsi əxlaqa zid hərəkət olar. Thomsona görə isə döl insan olsa belə, bu xüsus məsələni həll etmir. Əlbəttə ki, heç də hər kəs bu fikirlə razılaşmaz.
Bəziləri siz yuxudan oyanıb skripkaçının sizin böyrəklərinizə qoşulduğunu öyrənsəniz belə, Allah rolunu oynamağa və kiminsə yaşayıb yaşamamasına qərar verməyə ixtiyarınızın çatmadığını düşünər. Skripka səsini həqiqətən də sevmirsinizsə, belə bir həyat yaşamanız çox çətin olar. Lakin yenə də skripkaçıya kömək etməyi boynunuza götürməmiş olsanız belə, onu öldürməniz düzgün sayılmaz. Eyni şəkildə bir çoxları hamilə qalmağı planlaşdırmasanız belə, dölü abort etməyə ixtiyarınızın çatmadığını düşünər. Ağılla qurulmuş düşüncə eksperimenti bu fikir ayrılıqlarının əsasını təşkil edən prinsiplər üzə çıxarır. Siyasi filosof John Rawls da ədalətin təbiətini və cəmiyyət qurmaq üçün ən yaxşı prinsipləri aşkar etmək üçün düşüncə eksperimentindən istifadə etmişdi.